Bu günlerde bir fotoya rast geldim. Hem video hem fotoda. Rəqsanə İsmailova təzəlikcə fotosesiya etdirib. Biraz da belə deyərdim ki, Madonna yox. Ümumiyyətlə həmişə Rəqsanə xanım fərqli olur da. İndi fərqli olanda da olur, olmayanda da olmur. Gəl səmimi olaq da. Bəzən də oradan çox səliqəli olur. Amma bir də bir görsən ki, bizə heç mənim də xoşuma gəlmir. Deyirəm ki, Rəqsanə xanım niyə belə geyindi? Bu əlbisə nədir? Yəni hər birimizin fərqli fikirləri var. Və Rəqsanə xanım bir belə deyərdim də belə, altdan belə deyərdim kalkotka, ət rəngində bir kalkotka geyinmişdi. Üstündən də, onun da üstündən qısa bir belə, yəqin görmüşsünüz də geyinmişdi. Üstündən də uzun bir belə plaşı var idi, paltosu vardı deyərdim. Belə yekə sırqaları, saçını da belə yuxarıdan vurmuşdu. Təbii, onsuz Azərbaycanda hamı hal-hazırda belə geyinir, özünü belə təqdim edir. Biz onsuz da desək də, deməsək də, təbii ki, seçim onlarındır və Səidə Bəkir qızı, həmkarım, bir yerdə çalışmışıq uzun müddət. Səidə Bəkir qızı düzdür, son vaxtlar mənim telefonuma niyə cavab vermir, onu bilmirəm. Bir dənə belə, özünə bir dənə, belə səsinə də bir exo vermişdi, özü öz səsinə exo vermişdi, özünə. Və Rəqsanəni müzakirə etdi ki, Rəqsanə xanım, bu geyim sizə yaraşmır. Niyə yaraşmır? Aygün Kazımovanla Rəqsanəni müqayisə elədi ki, Aygün Kazımovya olar. Niyə olar ki? Elə olmur, heç Aygün Kazımovya da o geyimi geymək olmaz, heç Rəqsanəyə də olmaz. Əgər Aygün Kazımova geyinirsə, siz ona haqq qazandırsınızsa, elə Rəqsanə də əcəb edib geyinir. Buradan nə var ki, siz münasibət bildirirsiniz ki, o Aygün Kazımovadır ha. Aygün Kazımova deyəndə ki, Amerikadan gəlməyib, o da Azərbaycanlıdır, bu da Azərbaycanlıdır. Onun da ətdir, bunun da ətdir. Onun da soyadı Kazımovadır, bununki İsmailovadır. Yəni, fərqli bir soyad deyil ki, adlar da fərqli deyil, hamı Azərbaycana məxsus olan nələrdir. O da qadın paltarı geyinir, bu da qadın paltarı geyinir. O da nə bilim insanları şoka salmaq istəyir, bu da şoka salmaq istəyir. Niyə görə Aygün Kazımova və digərlərinə olar, Rəqsanə İsmailovya olmaz, Səidə Bəkir qızı. Danışında biraz real danışında elə geymək olmazsa heç kimi olmaz. Geyinirsə elə qoy hamı geyinsin. Mən xahiş edirəm, lazım deyil belə irad bildirmək. Sara Səfuradan Səidə Bəkir qızına tövsiyə və iradlar.